Yenə 4 ayağa gəlib əllərimi blokun üstünə yerləşdirirəm və biraz dizlərimlə geriyə doğru gedirəm. Diqqət etmək lazımdır ki, çanaq dizlərin üstündə qalsın və sinəmi yerə doğru buraxıram. Burada əsas sinəmin ağırlığını yerə doğru buraxmalıyam ki, qoltuq altım açılsın. Diqqət etməli olduğum şeylərdən biri də dirsəklərimin düz olmasıdır. Qoya bilirəmsə çənəmin altını da yerə doğru aparıram. Və burada da 1 dəqiqə kimi gözləyirəm və hər nəfəs alış-verişdə yenə də sinəmi yerə doğru buraxıram. İndi isə dirsək başlarımı blokun üstünə yerləşdirirəm və əllərimlə də qollarımdan tuturam. Yenə sinəmi yerə doğru ağırlaşdıracağam və gedə bilirəmsə biraz dizimlə arxaya doğru gedirəm. Sinəmin ağırlığını əsas yerə buraxıram. Burada çənənizi yerə doğru uzada bilərsiniz, amma yerə qoymayın ki, qoltuq altı daha da esnəsin. Hər hərəkətin içərisində dərin, uzun nəfəslər alıb verməyi unutmayın. Nəfəsi verərkən biraz da sinəni yerə doğru buraxın. Bloku divara qoyub çənəmi də onun üstünə qoyuram. Qollarımı yuxarıya doğru uzadıram, dirsəklərim düz, əllərim bir-birinə yaxın və çanağım da dabanlarımın üstündə, yəni eyni hizadadır. Sinəmi də divara doğru itələyirəm. Dərin, uzun nəfəslər alıb verirəm. İndi iki bloku birdən divara yerləşdirirəm, əllərim blokların üstündə və yenə də sinəmi divara doğru yaxınlaşdırıram. Yenə diqqət eləməliyəm ki, çanağım dabanlarımın üstündə olsun. Yəni gördüyünüz kimi biraz qabağa gələ bilər, amma hər dəfə divardan sürüşərək çanağımı geriyə doğru itələyirəm və sinəmi də çalışıram divardan aralamayım. Sinəmi də divara doğru itələməyə davam edirəm. Burada dizlərinizin düz olmasına, dirsəklərinizin düz olmasına diqqət etməlisiniz. İndi də dirsək başlarımı yenə blokların üstünə yerləşdirəcəm və əllərimlə qollarımdan tuturam. Burada biraz blokları yerləşdirməkdə çətinlik çəkə bilərsiniz, amma bir şəkildə yerləşdirin və yenə sinəmi divara doğru itələyirəm, çanağımı da geriyə doğru çıxarıram. Yavaş-yavaş sürüşə-sürüşə aşağı düşürəm, amma aşağı düşdükcə çalışıram sinəm divardan aralanmasın, sinəmi yenə də divara doğru itələyirəm. Dərin, uzun nəfəslər alaraq burada təxmini 30 saniyə, 40 saniyə kimi qalıram.